Bugünkü tapşırığımızın mövzusu qayıdış əvəzlikləridir. Qayıdış əvəzliklərində cümlədə istifadə olunan mübtəda nominativ halda qalır. Zihlə işlənən feillər olduğuna görə feildən sonra şəxs əvəzliyinin akuzativ və yaxud dativ forması işlənilir. Sadəcə akuzativ halı daha çox istifadə olunduğuna görə akuzativ halı verilmişdir kitabda. A2 kitabıdır bu. Və ich erinnere mich. Məni xatırlayıram. Hərfi tərcüməsi belədir. Du erinnerest dich. Səni xatırlayırsan. Tapşırığa keçək. Bu tapşırıqda birinci sözlərə baxaq. Anziehen, geyinmək, ärgern, əsəbləşmək. Kommen, daramaq feilidir, istifadə olunubdur. Unterhalten, söhbət edirlər. Interessieren, maraqlanmaq. Vorstellen, özünü təqdim etmək. Schminken, bəzənmək. Waschen, üzünü yumaq. Streiten, mübahisə etmək. Katrin kämmt sich. Katrin daranır, yəni saçını darayır. Bizim dilimizdə Katrin saçını darayır deyirik. Lakin almanlar isə Katrin kämmt sich, yəni Katrin özünü darayır deyirik. Katrin üçüncü şəxs olduğuna görə ziyə uyğun gəlir və zih feili də erzi esdə zih olaraq qalır. Buna görə də üçüncü şəxs olduğuna görə zih istifadə edirik. Həmçinin Oma schminkt sich. Oma da üçüncü şəxsdir. Burada da. Baxın, ihə görə mih olur, du-da dih olur, zi, es. Hər üçündə zih olur. Wir, uns, ihr, euch, sie, sich. Zilər deməli hamısında zih oldu. Ich, du, mich, dich. Wir, ihr isə uns, euch. Oma schminkt sich. Nənə özünü bəzəyir. Tərcümə edəndə daha doğrusu belə tərcümə olunur. Klaus wäscht sich. Klaus üzünü yuyur. Maria zieht sich an. Maria özünü geyindirir. Otto ärgert sich. Otto əsəbləşir. Və şəxs əvəzliyi nominativ haldadır. Daha sonra zihlə işlənən feil və zihin şəxslərə görə dəyişməsi akuzativ halda əlbəttə ki, zih qoyuruq. Çünki üçüncü şəxsə uyğun gəlir. Katrin und Max unterhalten sich. Katrin və Max söhbət edirlər. Və həmçinin feillər də şəxsə görə dəyişir. Karl interessiert sich. Karl buradakı nişanlarla, markalarla maraqlanır. Dr. Müller stellt sich vor. Həmçinin bunu da qeyd edim ki, anziehen feili, geyinmək feili və vorstellen feili ayrılan feil olduğuna görə feil ayrılır. Stellen Dr. Müllerə görə, üçüncü şəxsə görə dəyişib olur stellt. Sich vor isə cümlənin sonuna keçir. Burada da həmçinin zehen, zeyt olur. Üçüncü şəxsə görə an isə cümlənin sonuna keçir. Katrin und Max streiten sich. Katrin və Max mübahisə edirlər. Həmçinin burada da birinci mübtəda, daha sonra feil və şəxsin akuzativ halı.